Salamlayıram hər birinizi, Rəqsanə və Zeynəb. Təbii ki, məlumatlar, informasiyalar sizdədir. İlkin olaraq Rəqsanə, sənlə başlamaq istəyirəm. Bu saata qədər WUF 13-də hansı panel müzakirələr olub, hansı mövzular qoyulub, kimlərin çıxışı olub? İlkin olaraq səndən informasiyanı alaq, ardınca Zeynəbə də keçəcəm. Salam Aynur, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günü öz işini davam etdirir. Artıq səhər saatlardan etibarən bir sıra istiqamətlərdə tədbirlər həyata keçirilib, müzakirələr aparılıb. Eyni zamanda təlimlər də, təlim müzakirə tipli danışıqlar da baş tutub və əsas müzakirə mövzusu təbii ki, şəhərsalma ilə bağlıdır, urbanizasiya ilə bağlıdır və bugün bir sıra istiqamətlərə bölsək, iqlimin məsələ şəhərsalmadakı rolu və yəni mənzillərin indiki məqamda iqlim dayanıqlığı qarşısında cəbhə rolunu oynadığı vurğulanıb və orada da bir sıra istiqamətlərdə, yəni həmin istiqamətdə açıqlamalar da verilib və paralel olaraq iqlim dəyişiklikləri, havaların soyuması, eyni zamanda daha isti olması, tufan, yəni bu kimi təbii fəlakətlərin, mənzillərin formalaşdırılması və onların yerləşdiyi coğrafi nöqtəyə hansı formada təsir göstərdiyindən danışılıb. Eyni zamanda digər bir istiqamət isə məsələ urbanizasiya ilə bağlı olub ki, bu istiqamətdə də açıqlamalar verildi və bir sıra Almatı meri və Gəncə meri bu istiqamətdə də açıqlamalar verilir. Şəhərsalmada hansı addımlar atır bu istiqamətdə və indiki məqamda biz hazırda bir mətbuat konfransında iştirak edirik. Burada da millət vəkilləri, eyni zamanda xaricdən gələn qonaqlarımız, xarici ekspertlər bir sıra istiqamətlərdə açıqlamalar verirlər, məsələlər ətrafında müzakirələr aparırlar və əsas fokusda məsələ urbanizasiyada medianın rolu. Bugünkü yəni keçirilən mətbuat konfransının istiqamətlərindən biri də medianın urbanizasiyada şəhərsalmada rolundan ibarətdir və məsələ burada proses hansı formada təşkil olunur, yəni tədbirlər hansı formada keçirilir, yəni Urban Expo mərkəzdə pavilyonlar yerləşdirilib, yaradılıb və orada da müxtəlif ölkələrin pavilyonları var ki, həmin pavilyonlarda da yəni müxtəlif stendlər qurulub və şəhərsalmada müxtəlif ölkələrin hansı addımları atdığı, tətbiq etdiyi modellər orada öz əksini tapıb və yəni orada da biz elə eyni zamanda biz və paralel olaraq WUF 13-ün iştirakçıları həmin panellərlə də tanış olurlar. Eyni zamanda digər istiqamətlərdə tədbir otaqları var ki, həmin tədbir otaqlarında da müxtəlif istiqamətləri əhatə edən eyni saatlarda və müxtəlif saatlarda tədbirlər gerçəkləşdirilir və müxtəlif istiqamətlərdə rəsmilərin açıqlamaları da olur və dünən hətta burada Pakistan Pəncəb vilayətinin pavilyonu da yaradıldı və bugün də bir sıra istiqamətlərdə yeni pavilyonlar da yaradılıb və Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçilir WUF 13 və ilk dəfə olaraq məsələ WUF 13 tarixində ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının forumu da burada baş tutdu. Bu yəni həmin istiqamətdə də bir sıra açıqlamalar verildi və mənzil təminatı və şəhərsalmanın ekoloji sosial dayanıqlığı mövzularında, yəni məhz bu mövzuların cəmiyyətə çatdırılması, hansı formada çatdırılması istiqamətdə də məsələlər burada müzakirə edilir və gün ərzində də iclaslar davam edir və rəsmilər bir araya gəlir, bir sıra istiqamətlərdə açıqlamalar verilir və proses bugün elə axşama doğru da davam edəcək. Hələlik indiki ana qədər olan əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışıb bir məqamda xüsusilə vurğulamalıyam ki, inklüzivlik məsələsi də şəhərsalmanın əsas belə deyə göz bəbəklərindən biridir və buna görə də məsələ bu diqqətdə saxlanılır. Az əvvəl də vurğuladı ki, dünyada hazırda 1,3 milyarddan çox əlilliyi olan şəxs onların şəhərdə rahat gediş-gəlişinin təmin olunması istiqamətində işlər görülməlidir. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü sizə və digər həmkarıma ötürürəm. Təşəkkür edirəm Rəqsanə sənə ətraflı məlumatın üçün. Rəqsanə İbrahimzadə idi WUF 13-dən hansı panel müzakirə gedir, bu barədə məlumat verdi.